Salam əziz müəllimlər və şagirdlər. Bugün mən negativ sentensisdən test izahları verəcəm. Birinci testimizdə bizə təsdiq cümlə veribdir. Biz onu inkara çevirəcəyik. Taylor University invites both students and teachers to take part in their resource fair. Bu cümləni çevirəcəyik inkar cümləyə və doğru inkar cümlələri seçəcəyik. Deməli, A variantında neither-ın or işlənməz, nor işlənər. B variantında iki inkar bir arada işlənməz, səhvdir. C variantımız baxırıq ki, doğrudur, heç bir səhv yoxdur. D variantında notla and işlənməz, or işlənər, səhvdir. Y variantında neither and olmaz, səhvdir. Neither inkarlığı bildirir və either da varsa either-la da inkarlı olmalıdır. Yəni bu cümlədə yəni həm neither qoyub, həm either qoyub, səhvdir. İkinci cümləmizdə doğru inkar cümlələri seçəcəyik biz. Need həm əsas feil kimi, həm də modal feil kimi keçir. Əsas feil kimi özünə sonra to'lu feil istəyirsə, biz bunu bu cür inkarlıq qura bilmərik. Yəni don't need olmalıydı. A variantı səhvdir. B variantında need solve this, you don't need to olmalıydı burada, to ilə verilməliydi. Əgər əsas feil kimi veririksə səhvdir. C variantında you needn't solve this problem as well. As well varsa, deməli as well təsdiqdə işlənir, inkarda işlənməz. C variantı səhvdir. You don't need to solve this problem neither. Aha. Deməli burada da səhv ondan ibarətdir ki, you don't need iki inkar bir arada işlənməz. Əgər neither varsa, ikinci inkar olmaz. D variantı səhvdir. Y variantımız doğru variantdır. Üçüncü testimizdə doğru inkar cümlələri seçəcəyik yenədən. Birinci testimizdə heç bir səhv yoxdur. Never verib inkarlıq, either da veribdir. Doğrudur. Birinci cümləmiz doğrudur. İkinci cümləmizdə either-la nor işlənməz, səhvdir. 2 səhv. Üçüncü testimizdə neither verib, nor verib. Heç bir səhv yoxdur, düzdür. Dördüncü testimizdə to varsa, deməli to təsdiqdə işlənər, inkarda deyil. Olacaq 1-3 A variantı. Dördüncü testimizdə deməli A variantında heç bir səhv yoxdur. Neither verib, nor verib. A variantımız doğru variantdır. B variantımızda səhvimiz odur ki, notla and işlənməz, or işlənər, səhvdir. C variantında neither, both, no, scarf. No'dan sonra article işlənməz, səhvdir. D variantında by either, to təsdiqdə işlənər, inkarda işlənməz. Y variantında səhv odur ki, not varsa and olmaz. Həm də ki, both da işlənməz. Y variantı da səhvdir. Beşinci testimizdə doğru inkar cümlələri seçəcəyik. Either heç vaxt inkardan əvvəl işlənmir, yəni səhvdir. Olmaz. İkinci neither, nor, düz verilibdir, 2 düzdür. Both inkarda işlənməz, səhvdir. 4 düzdür, no, you or your sister və either'da görürsünüz, either
İnkardan sonra işlənir. Düzdür? İki, 4 B variantı. 6-cı testimizdə bizdən cümlə verib, təsdiq cümlə. He has begun to earn money too. Burada doğru inkar cümləni tapmalıyıq. A variantı səhvdir. Çünki əgər either varsa, inkarlıq verilməlidir burada. B variantında as well təsdiqdə işlənir, inkarda deyil. B variantı səhvdir. C variantında also təsdiqdə işlənir, inkarda deyil. D variantında heç bir səhv yoxdur. Baxın, inkar verilibdir və either işlənibdir. D variantımız doğru variantdır. Y variantında da səhv odur ki, neither cümlənin sonunda işlənməz, səhvdir. 7-ci cümləmizdə də cümlə veribdir bizə. Təsdiq cümlə. I have some generous friends. Deməli, bu cümləni inkarını tapacağıq variantların içindən. A variantında some inkarda işlənməz. B variantında no ilə eni işlənməz. C variantında heç bir səhv yoxdur. Don't have, eni də gəlibdir yanına. Doğru variantdır. D variantında have not eni olmaz. Don't have eni ola bilər, səhvdir. Y variantında da neither varsa, neither de cümlənin sonunda işlənmir. Some'daki inkarda işlənməz. Y səhvdir. 8-ci testimizdə doğru negativ cümləni tapacağıq. 8-də the room was a noisy that he couldn't walk any longer. Bəli, A variantımız doğrudur. Heç bir səhv yoxdur. İnkarda isə eni verilibdir. B variantında no longer olmaz. Çünki iki inkar bir arada işlənməz. Ona görə B səhvdir. C variantında to təsdiqdə işlənər, inkarda deyil. D variantında also təsdiqdə işlənər, inkarda deyil. Y variantında da səhv odur ki, həm couldn't veribdir, həm də neither veribdir, səhvdir yəni. İki inkar bir arada olmaz. 9-cu testimizdə yine də təsdiq cümlə veribdir. Biz onu çevirəcəyik inkar cümləyə. Baxırıq A variantına. Heç bir səhvlik yoxdur. Bitmiş zamanda verib. Burada da inkar or veribdir. Onu əvəz edən. A. Deməli, bu doğrudur. Bu doğrudur. No. Sorry. A variantımız doğru variantdır. B variantında səhv odur ki, to təsdiqdə işlənir, inkarda deyil. B səhvdir. C variantında səhv ondan ibarətdir ki, and olmaz, or olmalıydı. Çünki burada no işlənibdir. Səhvdir. D variantında not varsa, yenə də deyirəm, burada and olmaz, səhvdir. Y variantında da deməli either verilibdir, neither da axırda verilibdir. Yəni burada səhvdir. Yəni həm neither verib, həm either verib, səhvdir yəni cümlədə. Doğru variantımız A variantıdır. 10-cu testimizdə doğru negativ cümləni tapmalıyıq. A variantında both inkarda işlənmir, səhvdir. B variantında no işlənib, or işlənib. Bəli, B variantı doğru variantımızdır. C-də səhv odur ki, as well təsdiqdə işlənir, inkarda deyil. C səhvdir. D variantında to təsdiqdə işlənir, inkarda deyil.
Y variantında səhv ondan ibarətdir ki, isn't either and olmaz da, yəni or olmalıydı, çünki inkardır. Y səhvdir. 11-ci testimizdə deməli təsdiq cümlə verilibdir. A car and a house have been bought this year. Bu cümləni inkarını tapacağıq. 11-də A variantında neither a car nor a house olmalıydı. House deyil. A variantı səhvdir. B variantında either inkardan əvvəl işlənmir. Səhvdir. C variantında to təsdiqdə işlənir, inkarda deyil. D variantında both inkarda işlənməz. Səhvdir. Doğru variantımız Y variantıdır. No və isim or. 12-ci testimizdə doğru negativ cümlələri seçəcəyik. B variantında never da inkardır, was not da inkardır. İki inkar bir arada olmaz. Bir səhvdir. 2-də hardly inkardır. Ona görə ikinci inkar da verilməyib. 2 düzdür. 3-cüdə deməli baxırıq ki, cannot speak and yox, or olmalıydı. Səhvdir. 4-cü testimizdə də heç bir səhv yoxdur. 4 düzdür. Doğru variantımız B variantı. 13-cü testimizdə A variantında baş cümləmiz təsdiqdir. Budaq cümləmiz inkardır. Heç bir səhv yoxdur. Deməli A variantı doğrudur. B variantında baş cümləmiz təsdiqdir. Budaq cümlədə 2 dənə inkar işlənibdir. Səhvdir. C variantında baş cümləmiz təsdiqdir və neither verilibdir. Somebody'də inkarda işlənməz. Səhvdir. D variantında yenə də baş cümləmiz təsdiqdir. Deməli və budaq cümləmizdə də to işlənibdir. İnkarda işlənməz to. D variantı səhvdir. Y variantına da baxırıq. Budaq cümləmizdə anybody keçib inkardan əvvələ səhvdir. 14-cü testimizdə təsdiq cümlə verilibdir. Həmin o təsdiq cümləni biz çevirəcəyik inkar cümləyə, yəni variantlardan doğru cavabı tapacağıq. A variantında have not to go deyilən modal feil yoxdur. Don't have to go ola bilər. A səhvdir. B variantında to inkarda işlənməz. C variantında yenə də have not to go deyir, səhvdir. D variantında I don't have to go və heç bir səhv də yoxdur. D variantımız doğrudur. Y variantında səhv odur ki, neither cümlənin axırında işlənibdir, səhvdir. 15-ci testimizdə both of them play some instruments. Deməli, təsdiq cümlədir. Biz variantlarda inkar cümlələri tapmalıyıq. 15-də A variantında neither of them plays any instruments. Bəli, A variantımızda heç bir səhv yoxdur. B variantında both inkarda işlənməz. C variantında deməli, burada da səhv ondan ibarətdir ki, neither of them doesn't play. İki inkar bir arada işlənməz. Səhvdir. Neither varsa ikinci inkar olmaz. D variantında to inkarda işlənməz. E variantında da ki neither cümlənin axırında işlənməz.
səhvdir və burada da ikinci inkar işləmi səhvdir.